Hörmətli müəllimlər, hər birini salamlayıram. Biz sizinlə keçən dərs Google Drive və ondan dərsinə istifadə haqqında danışmışdıq. Bu dərsə Google Docs haqqında danışacağıq. Google Docs-u yaratmaq üçün siz New bölməsinin üzərinə klikləyirsiniz və buradan Google Docs seçimini seçirsiniz. Google Docs Google tərəfindən təqdim olunan mətin redaktorudur. Bunun dərs istifadəsinin və nə üstünlüyü var? Burada 16 şagird birlikdə işləyə bilir. Siz bundan həm şagird yaradıcılığı üçün, həm müəyyən tapşırıqları yerinə yetirmək üçün, həm də refleksiya bölməsində istifadə edə bilərsiniz. Təkrar göstərsəm, New bölməsinin üzərindən Google Docs-u seçirsiniz və artıq yeni dokument yaranır. Siz menyulara diqqətlə baxsanız, bu bizim bildiyimiz Word-dəki menyularla eynidir, çapdır, əməliyyatları irəli geri almaqdır, formatı götürməkdir, miqyasdır, mətnin formalarıdır, başlıq olsun, alt başlıq olsun, şrift, ölçü, bold, italik, underline, yazının rəngi, link, yəni link daxil etmək, şərh daxil etmək, yazını sağa sola doğru nizamlamaq, yazılı sətirlər arasında məsafə, siyahlar yaratmaq, abzası hərəkət elətdirmək. Yəni bu menyularla siz artıq Word proqramından tanışsınız. Yuxarıdakı menyularda da eyni qaydada edit, düzəliş üçün olan menyular, görünüş üçün, yəni hansı görünüşdə olsun, insert, şəkil, düstur, komment, səhifə nömrəsi, başlıq, alt başlıq, cədvəl daxil edə bilərsiniz buradan. Formatla bağlı menyular, yəni bunlar biz bayaq aşağıda da sadaladıq, qalındır, indeks şəklində yazılışlardır, fontun ölçüləridir, paragrafın formalarıdır. Yəni ümumi format menyusu ilə bağlı olan menyulardır. Tools, burada qrammatikanı yoxlamaq üçün alətlər verilib. Tables, cədvəl bölməsidir. Siz buradan sənədə cədvəl daxil edə bilərsiniz. Sənədin adını dəyişmək üçün yuxarıdakı hissəyə klik edib, baxın burada bu hissəyə klik edib sənədin adını dəyişə bilərsiniz. Siz nə edirsiniz? Daxil olursunuz Google xidmətinizlə yeni bir sənəd yaradırsınız. Adını məsələn refleksiya qoyursunuz. Daha sonra şeir hissəsindən baxın, buradan şagirdlərinizlə paylaşırsınız. Onların e-maillərini daxil etməklə. Şagirdlərin e-mailinə bu zaman məktub gedəcək ki, müəllim, yəni sizinlə, Elvin Əliyev sizinlə refleksiya adında faylı paylaşmışdır. Şagirdlər həmin linkə daxil olacaqlar və dərs haqqında fikirlərini yazacaqlar. Məsələn, mənim dediyim sadəcə olaraq bir nümunədir. Və yaxud da siz istəyirsiniz ki, şagirdlər qrup şəklində bir iş hazırlasınlar, bir esse hazırlasınlar. Qrupun hər bir üzvü bura daxil olur və onlar birlikdə əməkdaşlıq şəraitində işləyirlər və öz hekayələrini hazırlayırlar. Və ən sonda fayl bölməsindən download seçimi vasitəsilə siz bunu Word və ya PDF və yaxud da text formasını yükləyə bilərsiniz. Həmçinin yenisini yarada bilərsiniz, başqasını aça bilərsiniz, adını dəyişə bilərsiniz, silə bilərsiniz və çap edə bilərsiniz. Deməli, siz Docs-dan refleksiya üçün istifadə edə bilərsiniz. Şagirdləri əməkdaşlıq şəraitində, yəni birlikdə nəsə bir tapşırığın üzərində işlətmək üçün istifadə edə bilərsiniz. Siz onların öz yaradıcılıqlarını göstərməsi üçün, məsələn, esse yazmaqları üçün istifadə edə bilərsiniz və yaxud da müəyyən qeydlər götürməsi üçün Google Docs-dan istifadə edə bilərsiniz. Google Docs haqqında bu qədər. Diqqətinizə görə öz təşəkkürümü bildirirəm.